Gələn həftə Azərbaycan çempionatının 1-ci liqasında qış fasiləsi başa çatacaq. 13-cü turun oyunları ilə mübarizə qaldığı yerdən davam edəcək. Geridə qalan 12 turdan sonra liqada yaranan mənzərəyə nəzər salaq. Birinci yerdə olmasa da elə birinci Sabaldan başlayaq. Çünki əksəriyyət məhz ötən mövsüm Premyer Liqanı tərk etmiş bu komandanı birinci liqanın başlıca favoriti sayır. Ötən il Qəbələ necə bir ayaqla elitaya dönmüşdüsə, Səbali də o cür görürdülər. Çempionatın əvvəli də elə bundan xəbər verirdi. 3 oyun, 3 qələbə. Birinci liqanın debütantı Şimalla 0-0 çempionatı izləyənlər üçün ilk şok oldu. Amma əsl həngamə qarşıdaymış. Səbali Premyer Liqa vəsiqə uğrunda əsas rəqibləri Şəfa və Baku Sportinglə də heç-heç oynadı və aydın oldu ki, dənizçilər heç də birinci liqanın mütləq favoriti deyil. Ardınca Sabalidə sanki outsiderlər üçün hədiyyə bonus kampaniyası başladı. Baş məşqçi Elvin Məmmədovun komandası keçmiş dostu, hazırda isə salam belə vermədiyi Cavid Hüseynovun qeyri-rəsmi rəhbərlik etdiyi Cəbrayla 2 cavabsız qolla uduzdu. Bunu deyəsən heç Elvin Məmmədov özü də özünə bağışlamadı və klubun idarə heyətinin iclasında istefa verdi. Səbal rəhbərliyi isə sanki bunu gözləyirmiş kimi Kəpəzdən uğursuz nəticəyə görə istefaya göndərilən Adil Şükürovu baş məşqçi postuna gətirdi. İlk oyunda difai üzərində 3-0'lı parlaq qələbə, sonra isə yarı dağılmış vəziyyətdə olan Şahta Qusarla 2-2 və sonuncu yerdə gedən Şimala məğlubiyyət. Bu, Xaçmaz təmsilçisinin 12 turda hələ ki yeganə qələbəsidir. Səbalin aşkar favorit sayıldığı oyunda 1-0 irəlidə olarkən Şimal kimi zəif komandadan 18 dəqiqəyə 4 gol buraxması real futboldan çox PlayStation oyununa oxşayırdı. Şimalın 4-3 hesablı qələbəsi ilə bitən bu oyunun əks sədası hələ də çəkilməyib. AFFA-da oyunun nəticəsinin manipulyasiya edilməsi ehtimalı araşdırılır. Bu tamaşaya görə bəzi futbolçuların, hətta inzibati rəhbər şəxslərin cəzalanması istisna olunmur. Elə həmin bu Səbaildə Şamaxıda oynamış millimizin keçmiş müdafiəçisi Adil Nağıyevin ifşasından sonra artıq hər şeydən və hər kəsdən şübhələnirsən. Futboldur, hər şey ola bilər deyimi burada artıq şübhə altına düşür. Necə olur ki, liqada ölüm-zülüm baş girələyən Şimal komandası Səbail kimi Premyer Liqaya can atan rəqibə 18 dəqiqəyə 4 gol vurur. Mövsümdə ilk qələbəsini məhz belə bir rəqib üzərində qazanır. Belədə yada Dərviş Məstəli Şahın filmdə Parisi partlatdığı səhnə düşür. Vay dada, ayaqma, bu qədər də barıt qoyma ola. Heyətində 4 legioner və bir neçə Premyer Liqamızda oynamış futbolçunun yer aldığı Səbailin hazırda liderdən 8 xal geri qalması qənaətbəxş sayıla bilməz. Komanda qış vasitəsində bu mövsümün ilk yarısında Şahta Qusarın heyətində 7 qol bulmuş Ruslan Varansovu transfer etməklə heyətini bir qədər də gücləndirib. Amma Səbail üçün xoş olmayan xəbər də var. Uzun illər komandaya himayədarlıq edən ASKO, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 10 gün əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə təyinat alan Əfqan Cəlilovun futbola, Səbailə münasibəti necə olacaq bilinmir. Onsuz da son 2 ildə Rauf Vəliyev də Səbail klubuna ayrılan vəsaiti azaltmışdı. Tam kəsmək məsələsi də vardı. İndi yeni gələn sədr ola bilsin futbol klubunda havaya sorulan vəsaiti ümumiyyətlə dayandırsın. Bununla da Səbailin dağılması qaçılmaz olsun. Amma akademiyasına, uşaq futbolundakı müəyyən fəaliyyətinə görə Səbail klubunun yaşaması futbolumuzun xeyrinə olar. Səbail kimi 4-cü sıradakı Mingəçevirin də gələcəyi sual altındadır. Ötən il bu vaxtlar yanvarda Asya ilə Mingəçevir FK arasında tərəfdaşlıq müqaviləsi imzalananda Mingəçevirdə üzlər gülürdü. Asla Adnan Əhmədzadə kimi mötəbər iş adamının layihəsi olduğundan hamı düşünürdü ki, Mingəçevir klubu pula pul deməyəcək, növbəti mövsümdə isə artıq Premyer Liqada olacaq. Yayda baş məşqçi postuna təcrübəli Ramiz Məmmədovun gətirilməsi bu iddialı fikirləri daha da möhkəmlətdi. Amma hər şey cücəni payızda saymaq məsələ kimi oldu. Payızda, sentyabrda Bakıdakı Formula 1 yarışını izləməyə gələn Adnan Əhmədzadə özünün təxminən yarım milyon manatlıq Mercedes Maybach'ından düşən kimi həbs edildi. Bu qəfil həbs Mingəçevir klubuna təsirini təbii ki göstərdi. Maaşlarda gecikmələr başladı. Öz gələcəyindən narahat olan futbolçuların diqqəti əsas hədəfdən yayındı. Nəticədə outsiderlər difai və Şahta Qusarla oyunlarda xallar itirildi. Əsas rəqiblərinin isə hər üçündən məğlubiyyət alındı. Qış tətilində heyətdəki legionerlərdən 4-ü ilə həmçinin zədəsini sağalda bilməyən Cabir Əmirli, daha sonra Qurban Səfərov və Samir Abdullayev kimi təcrübəli oyuncularla yollar ayrılıb.
Maaşlar isə artıq tam ödənilib. Klubun rəhbəri Rafael Bunyatov öz imkanları hesabına Mingəçeviri yaşatmağa çalışır. Onun Prasport saytına dekabrın sonunda verdiyi müsahibədən bu hissəyə diqqət edək. Stat: Son oyunlarda çoxlu lazımsız xallar itirdik. Şəfaya, Baku Sportinqə evdə uduzduq, Şaxta Qusarla heç-heçə etdik. Nəticədə lider Şəfa ilə aramızda xal fərqi 9-a yüksəldi. Baş məşqçi Ramiz Məmmədovla görüşdüm. Dedi ki, hələ çempionluq şanslarımız var. Əslində Şəfa, Baku Sportinq və Səbai ilə hələ oyunlarımız qalır. Həmin maçlarda qalib gəlsək, Premyer Liqaya çıxmaq şansımız olacaq. Mən də Ramiz müəllimə demişəm ki, əgər çempion olacaqsa, dəstək olmağa davam edim. Yox, əgər belə deyilsə, B planına keçək və xərcləri azaldaq. Sadəcə klubun baş meneceri Vüqar Hüseynzadənin sözlərinə görə artıq çempionluq şanslarımız qalmayıb. Bu iki şəxs yekun söz bildirməlidir. Statın sonu. Klub rəhbərinin dediyi bu iki şəxs arasında münasibət isə o qədər arzu olunmazdı ki, artıq mediaya da sızıb. Bir kollektivin daxilində çəkişmə, intriqa oldusa, məqsədə, hədəfə çatmaq çətin olur. Görək Mingəçevir FK bu burulğandan necə çıxacaq. Əsas rəqibləri Səbai və Mingəçevirin problemləri fonunda Şəfa və Baku Sportingin Premyer Liqaya yüksəlmək şansı artıb. Bay Group Holdingin himayəsi altına keçdikdən sonra Şəfanın maliyyət ayaqları xeyli dərəcədə güclənib. Hətta bəzi oyunçularla elə yüksək məbləğdə müqavilələrə bağlanıb ki, heç Premyer Liqa klublarımızın bəzilərinin belə ödənişli müqavilələri yoxdur. Heyətin əksəriyyəti Premyer Liqaya dönmək istəyi ilə alışıb yanan təcrübəli futbolçulardan ibarətdir. Bu günlərdə heyətə Kosovanın Drenitsa klubundan gələn Elmir Tağıyev də əlavə olunub. İmişli FK-dan narazılıqla ayrılan İbrahim Əliyevin özünü Şəfada görməsi də maraqlı məqamdır. Amma oyunçunun transfer təqdimatı İmişlinin bostanına daş atmağa bənzədir. Şəfa ilə müqavilə bağlayırsan, amma şəklin İmişli FK-nın loqosundakı bəbirlə çıxır. Elgiz Kərəminin komandası hələ ki mükəmməl görünür. 12 oyunda 9 qələbə, 3 heçəçə. Ən çox qol vuran və ən az top buraxan komanda. Gedişat Şəfanı Premyer Liqaya daha yaxın göstərir. Amma işin içində bir Baku Sporting də var. Birinci liqa klubları arasında infrastruktura, uşaq futboluna xüsusi diqqət ayırması ilə seçilən Baku Sporting. Baku Sportingin rəhbəri Hüseyn Rzayev 2-3 illik klub yox, köklü akademiyası, uşaq futbolu bazası olan bir klub yaratmağı qarşısına məqsəd qoyub. Uzun illər sonra Buzovnaya böyük futbolun necə qayıtması barədə ayrıca sujetimiz olacaq. Ona görə də indi daha çox nəticələrdən danışaq. Birinci liqada ilk baş məşqçi istifası elə Baku Sportingdə oldu. Elman Sultanov çempionatın başlamasına 10 gün qalmış oyunçularla qeyri-etik söhbətə, davamlı şəkildə kobud davranışa görə vəzifəsindən azad edildi. Həmin o etirazçı futbolçuların başında dayanan Royal Nəcəfov baş məşqçi postuna gətirildi. Daha doğrusu, kateqoriya tələbinə görə Peşəkar Futbol Liqasının iştirak ərizəsində baş məşqçi olaraq klubda çalışan Azərbaycan futbolunun əfsanəvi oyunçularından olmuş Samir Ələkbərovun adı qeyd olunub. Amma faktiki komandanı bütün oyunlara gənc məşqçilər Royal Nəcəfov və Kərim Diniyev hazırlayır. Nəcəfov-Diniyev tandemi uğur qazanmaq üçün əsas şərt olan gözəl kollektivi formalaşdıra bilib. Bu da nəticələrdə özünü göstərir. Baku Sporting son 6 oyundan 5-də qalib gəlib, yalnız birində heç-heç edib. Mövsümdə yeganə məğlubiyyətini çempionatın lideri Şəfadan alıb. Fevralın 5-də qış fasiləsindən sonraki ilk oyunda isə bu komandalar ikinci dəfə qarşılaşacaq. Baku Sportingin revanş hissi ilə alışdığı bu oyun bizə maraqlı mübarizə vəd edir. 5-ci sıradakı Zaqatala halından məmnun görünür. Komandanın qarşısına əvvəldən Premyer Liqaya yüksəlmə məqsədi qoyulmamışdı. Zaqatalanın rəhbərliyi də açıqlamalarında bildirib ki, hələ ki klubu Premyer Liqada oynamağa hazır saymırlar. Mərkəzi Ordu İdman Klubu mövsümün əsas fiaskolarından biridir. Mövsümün əvvəlində klubun büdcəsinin 1 milyon manata qədər yüksəldiyi xəbərləri yayılmışdı. Burada dövlətin hər kluba ayırdığı illik 300 min manatı da əlavə etsək, bu liqa üçün samballı büdcə deməkdir. Baş məşqçi postuna U17 millisində işləmiş İlham Yadullayev gətirildi. İmişlidə vurduğu qollarla diqqət çəkən Seyxan Fərəcovla müqavilə bağlandı. O da hazırda 12 oyuna 11 qol vurmaqla liqanın bombardiridir. Amma bizim kimi deyəsən Seyxan da mövsümün əvvəlində vəd olunan Moiki görmədiyi üçün komandasını dəyişmək arzusundadır. Yanvarın əvvəlində onun keçmiş klubu İmişli ilə danışıqlara başladığı barədə xəbərlər yayıldı. Amma tezliklə Moik qış tətilində heç bir oyuncusunu buraxmayacağını açıqladı. Moikin bu mövsüm Premyer Liqaya dönəcəyi artıq reallıqdan çox uzaqdır. Beləcə Ordu klubu daha bir mövsümü boşa verəcək. Cəbrayıl haqqında nə danışasan? Klub sadəcə liqada gününü keçirir. Yüksək hədəflər yoxdur. Aşağı liqaya düşməsələr onlara kifayət edir. Düşməyə isə ən real namizəd Şimal komandasıdır.
Xaçmazın stadion problemi olduğundan ev oyunlarını Şamaxıda oynayan Şimal demək olar ki, hər oyunu səfərdə keçirir. Nə büdcə, nə heyət birinci liqalıq deyil. Hesablarında bir müəmmalı Səbail qələbəsi var. Onun da sədası yaman pis gəlir. Bu gedişatla Xaçmaz klubu gəldiyi yerə 2-ci liqaya qayıdacaq. Şimalın pis vəziyyətdə olması əlbəttə difai komandasını sevindirir. Çünki onlar da qeyri-sabit çıxışı ilə seçilir. Favoritlərdən Şəfa və Mingəçevirlə heç-heçələr komandanın mövsüm ərzində ən yaxşı oyunlarıdır. Şahtar Qusara gəlincə 7 ay əvvəl 2-ci liqada çempionluq qazanılanda bu komandanı 1-ci liqanın favoritləri sırasında görürdük. Amma nə sirli hadisələr baş verdisə, sponsor klubdan imtina etdi, tezliklə bərpa olunacağını gözlədiyimiz Qusar şəhər stadionu ağzı günə qaldı. Heyət dağıldı. Rahid Əmirquliyev pulsuz parasız qalmış klubun formal prezidenti oldu. Bununla belə Şahtar Qusar oyuncuların fədakarlığı sayəsində 12 oyuna 12 xal yığa bilib. Düzdür, komanda öz bombardiri Ruslan Varansovu qış tətilində Səbailə satmaqla hücumdakı gücünü böyük ölçüdə itirmiş oldu. Amma ümumi vəziyyət müsbətə doğru dəyişməkdədir. Dekabrda futbolun inkişafı fondunun sayəsində Şahtar Qusarla İsfa Green Life MMC arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Qusarlı iş adamının rəhbərlik etdiyi bu şirkət klubun müəyyən xərclərini qarşılayacaq. Bu mövsüm Qusar azarkeşləri üçün üzüntülü keçdi. Ümid edək ki, yeni mövsümdə iddialı Şahtar Qusarı görəcəyik. Qeyri-adi hesabların qeydə alındığı, nəticəsi şübhə doğuran bəzi oyunların olduğu, dünən xoşbəxt, bugün bədbəxt olan müəyyən klubların yer aldığı 1-ci liqada bütün ehtimal və suallara mayın 21-də liqada son oyunlar yekunlaşanda cavab veriləcək. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.